Salam, mən tarix müəllimi Bəhruz Baba. Bugünkü mövzumuz Rusiya mövzusudur. Rusiya Birinci Dünya müharibəsindən sonrakı dövrdə. Rusiyada 1914-1918-ci illəri əhatə edən Birinci Dünya müharibəsində iştirak etmişdir. Rusiya Birinci Dünya müharibəsində Antanta tərəfindən iştirak etmiş, bu Rusiya imperiyasının məğlubiyyəti ilə nəticələnmişdir və nəticədə Rusiyada Çar Rusiyası devrilmiş, Romanovlar sülaləsinin hakimiyyəti başa çatmışdır. Birinci Dünya müharibəsinin ən ağır nəticələrindən biri Rusiya üçün olmuşdur. Ona görə də Birinci Dünya müharibəsindən sonra Rusiya imperiyasının ərazisində bir sıra müstəqil dövlətlər yaranmışdır. Rusiya Birinci Dünya müharibəsindən sonra. Birinci Dünya müharibəsinin gedişində Rusiyada inqilab baş verdi. 1917-ci ilin fevralında. 1917-ci ilin fevralında baş verən inqilab nəticəsində Rusiyada Romanovlar sülaləsinin hakimiyyəti başa çatdı. Rusiyada Romanovlar sülaləsi 1613-cü ildən 1917-ci ilə qədər hakimiyyətdə olmuşdur. Birinci Dünya müharibəsi Rusiyada inqilabi hadisələrin yetişməsinə böyük təsir göstərdi. 1917-ci ilin fevralında Rusiyada baş verən inqilab nəticəsində Romanovlar sülaləsi devrildi, ölkədə iki hakimiyyətlik yaranmışdı. Hansı idi bu iki hakimiyyətlik? Bir müvəqqəti hökumət idi, digəri isə fəhlə və əsgər deputatları soveti yaradılmışdı. 1917-ci ildə martında müvəqqəti hökumət yaradılmışdı. Müvəqqəti hökumətin əsas dayağı və sosial bazasını burjuaziya və mülkədarlar təşkil edirdi. Bir də fəhlə deputatlar soveti yaradılmışdı. Fəhlə deputatlar sovetinin əsas dayağı isə fəhlə və kəndlərdən ibarət idi. Bunun nəticəsində Rusiyada müəyyən müddət iki hakimiyyətlik yarandı. İki tərəf arasında baş verən çəkişmələr 1917-ci ilin avqustunda müvəqqəti hökumətə qarşı Rus qoşunlarının baş komandanı General Kornilovun qiyamına səbəb oldu. Kornilovun qiyam qaldırmaqda məqsədi iki hakimiyyətliyə son qoymaqdan və Rusiyada hərbi diktatura yaratmaqdan ibarətdir. Lakin Rusiyada baş verən Kornilovun qiyamı xalq kütlələrinin köməyi ilə yatırıldı. Beləliklə, Rusiyada Kornilovun qiyamı uğursuzluqla nəticələndi. 1917-ci ilin sentyabrın 1-də Rusiya Respublika elan edildi. 1917-ci ilin oktyabr çevrilişi baş verdi. 1917-ci ilin oktyabrında baş verən çevriliş nəticəsində isə Rusiyada hakimiyyətə bolşeviklər gəlmişdi. Müvəqqəti hökumətin aydın hərəkət proqramının olmaması, həmçinin Birinci Dünya müharibəsini davam etdirməsi və Sovetlərlə olan çəkişmələr xalq kütlələrinin narazılığına səbəb oldu. Bu da tezliklə müvəqqəti hökumətin hakimiyyətinin başa çatmasına gətirib çıxartdı. Bolşeviklər bir sıra vədlər verməklə xalqı öz tərəfinə çəkdilər. Hansı vədləri verirdi bolşeviklər? Bolşeviklər bildirirdi ki, kəndlərə pulsuz torpaqlar paylanacaq, Rusiyanı müharibədən çıxaracaq. Və bu addımların nəticəsində 1917-ci ilin oktyabrında bolşeviklərin dövlət çevrilişi baş verdi və beləliklə 1917-ci ilin oktyabrında baş verən dövlət çevrilişi nəticəsində bolşeviklər hakimiyyəti ələ keçirdilər. Rusiyada Sovet hakimiyyət orqanları Xalq Komissarlar Soveti quruldu. Lenin Rusiya Xalq Komissarlar Sovetinin sədri vəzifəsini tutdu. Rusiyada 1917-ci ilin oktyabrında baş verən çevrilişdən sonra keçmiş imtiyazları ləğv etdilər. Bütün vətəndaşların hüquq bərabərliyini elan etdilər. Müəssisələr məclisini qovdular. Rusiyada Sovet hakimiyyəti öz hakimiyyətini qorumaq üçün müharibədən hakimiyyətə gəlməmişdən əvvəl verdiyi vədi həyata keçirdi. Bildirmişdi ki, Rusiyanı müharibədən çıxardacaq. Bunun nəticəsində 1918-ci ilin martın 3-də Brest-Litovsk müqaviləsini bağlayaraq ölkəni Birinci Dünya müharibəsindən çıxartdılar. Rusiya Birinci Dünya müharibəsindən çıxsa da 1918-ci ildə
Rusiyada bolşeviklərlə keçmiş Çar Rusiyasının tərəfdarları arasında mübarizə baş vermişdi. Bu akvardiyaçılarla bolşeviklər arasında mübarizə bu ölkə tarixində vətəndaş müharibəsi adlanır. Rusiyada vətəndaş müharibəsi 1918-1920-ci illəri əhatə edir. Dedik, bolşeviklərin ilk işlərindən biri Müəssisələr Məclisinin qovulması oldu. Müəssisələr Məclisinin qovulması, Brest-Litovsk müqaviləsinin imzalanması və bolşeviklərin daxili siyasəti müxtəlif siyasi qüvvələr tərəfindən narazılıqla qarşılandı. Düzdür, bunların bir sıra proqramları kəndlilər tərəfindən uğurla qarşılansa da, bolşeviklərin proqramlarını qəbul etməyənlər də vardı. Nəticədə 1918-ci ilin mayında Rusiyada bolşeviklər, qırmızılar ilə keçmiş rejimin tərəfdarı olan akvardiyaçılar, ağlar arasında vətəndaş müharibəsi başladı. Bunları həm də Denikinçilər adlandırdılar. Müharibənin səbəblərindən biri nə idi? Mülkədarların öz hakimiyyət və mülkiyyətlərindən imtina etməməsi idi. Xarici dövlətlərin akvardiyaçılara birbaşa dəstəklə müharibə, vətəndaş müharibəsi 2 il davam etdi. Bu zaman bolşeviklər əleyhdarlarına, ağlara qarşı qırmızı terror siyasəti həyata keçirdilər. Qırmızı terror siyasətinin ən faciəli hadisələrindən biri Çar II. Nikolay ailə üzvləri ilə birlikdə bu terrorun qurbanı oldu. Vətəndaş müharibəsi ölkədə siyasi, iqtisadi və sosial vəziyyəti gərginləşdirdi. Vətəndaş müharibəsi dövründə bolşeviklərin tədbirlərindən biri də hərbi kommunizm siyasəti oldu. Hərbi kommunizm siyasəti bolşeviklərin vətəndaş müharibəsində qalib gəlməsinin əsas şərtlərindən biri oldu. Və qalib gəlməsində mühüm rol oynadı. Beləliklə, 1918-ci ildə bolşeviklərin konstitusiyası da qəbul edildi. Bolşeviklərin həyata keçirdiyi hərbi kommunizm siyasətinə əsasən bütün istehsal sahələri dövlətin əlində mərkəzləşdi. İstehsal və bölgü üzərində dövlət nəzarəti qoyuldu. Kənd təsərrüfatı məhsullarına sərt vergi tətbiq edildi. Həmçinin kəndlilərdən ərzaq sapalağı alınmağa başladı. Hərbi kommunizm siyasəti nədir? Hərbi kommunizm siyasəti Sovet Rusiyasında vətəndaş müharibəsi dövründə bolşeviklərin həyata keçirdiyi daxili siyasətdir. Ərzaq sapalağı nədir? Kəndlinin artıq məhsulunu aşağı qiymətə, dövlətə satmağa məcbur edilməsidir. Ərzaq sapalağı da hərbi kommunizm siyasəti dövründə tətbiq edilmişdir. Bu ərzaq sapalağı ölkədə kəndlilərin vəziyyətinə həddindən artıq mənfi təsir göstərmişdir. Rusiyada bolşeviklər tərəfindən 1918-ci ildə konstitusiya qəbul edilmişdi. 1918-ci il konstitusiyasının məzmunu nədən ibarət idi? Rusiya Sovet Federativ Sosialist Respublikası elan edildi. RSFSR. Bu Rusiya dövlətidir. Hakimiyyət qeyd-şərtsiz fəhlə və kəndli hökumətinə, proletaritar diktaturasına məxsus idi. Proletaritar diktaturası nədir? Kommunist ideologiyasına görə fəhlə sinifinin maraqlarını təmsil edən hakimiyyət formasına proletaritar diktaturası deyilir. Ölkədə hərbi kommunizm siyasəti əhalinin vəziyyətini pisləşdirmişdi. Ona görə də sonrakı dövrdə hərbi kommunizm siyasətindən imtina edildi və yeni iqtisadi siyasətə keçildi. Yeni iqtisadi siyasət 1921-1925-ci illəri əhatə edir. Bu siyasəti də bolşeviklər hərbi kommunizm siyasətindən sonra tətbiq etmişdilər ki, kəndlilərin narazılığını aradan qaldırmaq və vəziyyəti yaxşılaşdırmaq üçün yeni iqtisadi siyasətə keçdilər. Yeni iqtisadi siyasət dövründə bir sıra tədbirlər görüldü. İlk öncə olaraq yeni iqtisadi siyasət dövründə ərzaq sapalağı ləğv edildi. Ərzaq sapalağı ərzaq vergisi ilə əvəz edildi. Ərzaq vergisi ərzaq sapalağından dəfələrlə yüngüldür. Bu da əhalinin maddi vəziyyətinin yaxşılaşmasına təsir göstərdi. Kəndli artıq ərzaq vergisi nəticəsində istehsal etdiyi məhsulun artığına sahibi olur. O, həmin məhsulu artıq bazarda sərbəst şəkildə sata bilərdi. Bu da kəndlilərin iqtisadi vəziyyətinin müəyyən qədər yaxşılaşmasına müsbət təsir göstərdi. Həmçinin yeni iqtisadi siyasət dövründə ticarət sərbəstləşdirildi, sahibkarlara ticarət azadlığı verildi. Həmçinin yeni iqtisadi siyasət dövründə görülən tədbirlərdən biri də müştərək müəssisələrinin yaradılmasına icazə verildi.
bank və kredit şəbəkələrinin yaradılması prosesi sürətləndi. Bununla da bazar iqtisadiyyatı dövründə ölkə inkişaf etdi. 1921-ci ilə kimi bolşeviklər keçmiş Rusiya imperiyasının ərazisinin əksər hissəsində hakimiyyəti ələ keçirdilər. Bolşeviklərin qırmızı ordusu Cənubi Qafqaz Respublikasını, ardıcılıqla Azərbaycan, Ermənistan və Gürcüstanı işğal etdikdən sonra onları da Sovet Sosialist Respublikasına birləşdirdi və Cənubi Qafqaz Respublikalarından ibarət ZSFSR yaratmışdı 1922-ci ilin dekabrın 10-unda. Bundan sonra 1922-ci ilin dekabrın 30-unda artıq SSR-nin yaradıldığı elan edildi. SSR-nin tərkibinə daxil olan ölkələr hansılardır? Rusiya SSFSR, Ukrayna SSR, Belarus SSR və ZSFSR. ZSFSR də bilirik ki, Azərbaycan, Ermənistan və Gürcüstandan ibarət idi. 1924-cü ildə SSR-nin ilk konstitusiyası qəbul edildi. Bundan sonra xalqlar arasında yaranan iqtisadi, sosial, mədəni sahədəki qeyri-bərabərliyi aradan qaldırmaq Sovet dövlətinin, milli siyasətinin əsasını təşkil edirdi. SSR-də artıq 1924-cü ildə Lenin vəfat etdi. Leninin vəfatından sonra hakimiyyətə Stalin gəlmişdi. Stalin 1924-cü ildən 1953-cü ilə qədər hakimiyyətdə olmuşdu. Onun təxminən 30 ilə qədər idarəçilik dövrü SSR tarixində Stalin terroru kimi xarakterizə edilir. 1920-ci ilin ortalarında Stalin yeni iqtisadi siyasətdən imtina edilərək sosialist yenidən qurma tədbirləri həyata keçirməyə başladı. 1920-ci illərin ikinci yarısı, 1930-cu illərdə həyata keçirilən bu sosialist tədbirlərə nələr daxil idi? Daxil idi sənayeləşdirmə, kollektivləşdirmə, mədəniyyət sahəsində sosializm quruculuğu tədbirləri daxil idi. Sənayeləşdirmə siyasətinə də 1925-ci illərin ikinci yarısında başlamışdı. Sənayeləşdirmə sosialistcəsinə yenidən qurma sahəsində sənayeləşdirmə ilk addım idi. Sənayeləşdirmə xətti 1925-ci ildə elan edildi və 1930-cu illərin sonuna kimi 5 illik planlar əsasında həyata keçirilməyə başladı. Məqsəd qısa müddətdə SSR-nin sənayesinin sürətli inkişafını təmin etməkdən ibarət idi. Sənayələşdirmə siyasəti milyonlarla insanın əməyi hesabına həyata keçirilirdi. Bunun nəticəsində, sənayələşdirmə nəticəsində SSR artıq güclü sənaye ölkəsinə çevrilmişdi. SSR aqrar ölkədən güclü sənaye ölkəsinə çevrildi. Həmçinin sosialistcəsinə yenidən qurma tədbirlərindən biri də kollektivləşdirmə siyasəti oldu. Rusiyada ilk dəfə 1920-ci ildə kollektivləşdirmə siyasətinə başlansa da bu uğurlu nəticələnməmişdi. Yenidən 1929-cu ildə SSR-də kollektivləşdirmə siyasəti elan edildi. Kollektivləşdirmə sosialist yenidən qurmanın ən faciəli tədbirlərindən biri idi. Kollektivləşdirmə siyasətinə biraz əvvəl dedik, 1920-ci illərin əvvəllərində başlansa da bu uğurla alınmamışdı. Yenidən 1929-cu ildə başladı. Burada məqsəd nə idi? Məqsəd qolçomoqları, kənd burjaziyasını məhv etmək, fərdli kəndli təsərrüfatını ləğv edərək inzibati nəzarət altında fəaliyyət göstərən kollektiv təsərrüfatlar yaratmaqdan ibarət idi. Kolxoz və sovxozların yaradılması idi. Kollektivləşdirmə siyasətinə əsasən fərdli kəndli təsərrüfatlar ləğv olunaraq yerində ümumi təsərrüfatlar, kolxoz və sovxozlar yaradıldı. Qolçomoqlar məhv edildi. Qolçomoq nədir? Əvvəlki dövrdən də bilirik. Qolçomoqlar varlı kəndlərdir. Kollektivləşdirmə siyasətinə qarşı çıxan insanlar isə cəzalara məruz qalırdılar. Həbs düşərgələrinə salınırdılar və yaxud da ən yaxşı halda sürgün edilirdilər. Kollektivləşdirmə nəticəsində kəndlər cəmiyyətin hüquqsuz bir təbəqəsinə çevrildi. Çünki onların əlindən demək olar ki, hər bir kənd təsərrüfatı məhsulları əllərindən alındı. 1932-ci ildə SSR-də Sovet vətəndaşlarının pasportlaşdırılması sisteminə keçirildi, ancaq kolxozçulara pasport verilmədi. Əslində, bu addım onların bir növ orta əsrlər dövründə olan təhkimli münasibətlərinə salınması demək idi. Sovet hökuməti
iqtisadi sahədə olduğu kimi mədəniyyət sahəsində də sosializm quruculuğu həyata keçirildi. Mədəniyyət sahəsində sosializm quruculuğu özünün ən bariz nümunəsi təhsil sahəsində daha çox göstərildi və təhsil əsas ideoloji təbliğat sahəsinə çevrildi. Sosializm quruculuğunu tərənnüm edən əsərlər yazıldı. Rejimə istənilən səviyyədə sədaqət nümayiş etdirməyən ziyalılara həbs edilirdi, onlar repressiyalara məruz qalırdı. Artıq ölkədə SSR-də kütləvi repressiyalar da həyata keçirilməyə başlamışdı. 20-ci əsrin 30-cu illərində SSR-də totalitar rejimin əsas əlamətlərindən biri inzibati amirlik sistemi idi. Bu dövrdə Stalinin şəxsiyyətə pərəstlik rejimi təbliğ edilirdi. Artıq SSR-də totalitar quruluşun əsaslarının möhkəmləndirilməsinə yönəlmiş nəhəng repressiv cəza aparatı yaradılmışdı. Rusiyada SSR-də repressiyaların yeni dalğası 1934-cü ildə partiya rəhbəri Kirovun repressiya məruz qalması ilə repressiyaların yeni dalğası başladı. Ümumiyyətlə, 1930-cu illərdə həyata keçirilən repressiya nəticəsində, SSR məkanında həyata keçirilən repressiya nəticəsində 20 milyon nəfərdən çox Sovet vətəndaşları müxtəlif adlarla repressiyaya məruz qaldı. Hansı adlarla? Əks-inqilabçı, xalq düşməni, casus kimi adlarla repressiyalara məruz qaldı. Sosialist yenidən qurmanın nəticələri nə oldu? Sosial nəticələrinə baxaq, cəmiyyətin sosial tərkibi dəyişdi. Fəhlələr, kolxozçu kəndlilər, qulluqçular və ziyanlardan ibarət sosialist təbəqələri formalaşdı. Siyasi nəticələr nə oldu? Ölkədə totalitar rejim bərqərar oldu. Bütün hakimiyyət Kommunist Partiyasının rəhbərliyinin əlində cəmləşdi. Totalitar rejim nədir? Hakimiyyətin bir şəxsin əlində cəmləşməsidir. Siyasi hakimiyyət forması olub, ictimai həyatın bütün sahələrində sərt dövlət nəzarəti tətbiq edilməsinə totalitar rejim deyilir. SSR-də artıq bütün hakimiyyət Kommunist Partiyasının əlində cəmləşmişdi. 1936-cı ildə SSR-nin ikinci konstitusiyası qəbul edildi. SSR-nin birinci konstitusiyası 1924-cü ildə qəbul edilmişdi. 1936-cı ildə qəbul edilmiş konstitusiya qalib gəlmiş sosializm konstitusiyası adlandırılırdı. SSR-nin xarici siyasəti. Bu dövrdə 1920-ci ilin əvvəllərində Sovet Rusiyası dünyada baş verən əsas siyasi hadisələrdən kənarda qaldı. Çünki Rusiya Birinci Dünya müharibəsində məğlub olmuşdu və Birinci Dünya müharibəsindən sonra qalib dövlətlər Versal sisteminə dəvət olunanda məğlub ölkələr və Sovet Rusiyası bura dəvət almamışdı. Ancaq İlk olaraq SSR Sovet Rusiyası qonşu ölkələrlə diplomatik əlaqələrin yaradılmasına xüsusilə diqqət yetirirdi. 1921-ci ildə İran, Əfqanistan və Türkiyə ilə müqavilələr imzalandı. Böyük Britaniya ilə də ticarət müqaviləsi bağlandı. 1922-ci ildə iqtisadi məsələləri həll etmək üçün Ceneva konferansında Sovet Rusiyası da iştirak edirdi. Sovet Rusiyası Ceneva konferansının gedişində 1922-ci ildə Almaniya ilə Rapalloda müqavilə imzalandı. Bu müharibədən sonra təcrid edilmiş hər iki dövlət üçün həm Almaniya, həm də Rusiya üçün mühüm əhəmiyyət kəsb edildi. Artıq 1920-ci ilin ortalarına bir çox dövlətlər SSR ilə diplomatik əlaqələr yaradaraq artıq SSR-ni hüquqi cəhətdən tanımış oldular. Bilirik ki, 1929-1933-cü illərdə dünya iqtisadi böhranı baş vermişdi. Bu böhranı Böyük Böhran adlandırırdılar. Böyük Böhran dövlətlər arasındakı ziddiyyətləri daha da kəskinləşdirdi. Bu dövrdə SSR-nin aktiv xarici siyasəti ABŞ ilə münasibətlərin yaranmasına gətirib çıxartdı. Artıq 1933-cü ildə ABŞ SSR-ni bir dövlət kimi tanıdı. 1934-cü ildə SSR Millətlər Cəmiyyətinə üzv qəbul olundu. Lakin 1939-cu ildə təcavüzkar hərəkətlərinə görə Millətlər Cəmiyyətindən çıxarılmışdı. 1930-cu illərdə faşist ideologiyasına mənsub dövlətlərin Almaniya, İtaliya və Yaponiyanın təcavüzkar siyasəti SSR-nin Avropada kollektiv təhlükəsizlik sisteminin yaradılması təşəbbüsü ilə çıxış etməyə
vadar etdi. Lakin Avropa dövlətlərinin bu təşəbbüsə ciddi yanaşmaması SSR ilə Almaniyanın bir-birinə qarşı yaxınlaşmasına gətirib çıxartdı və nəticədə 1939-cu ilin avqustunda SSR ilə Almaniya arasında bir-birinə hücum etməmək haqqında Molotov-Ribbentrop paktı imzalandı. Bu paktda hər iki dövlətin xarici İşlər Nazirlərinin adı ilə olduğu üçün belə adlandırıldı. Molotov-Ribbentrop paktına əsasən əlavə gizli protokolda imzalandı. Şərqi Avropada Polşanın Almaniya və SSR arasında bölüşdürülməsi nəzərdə tutulurdu. SSR uzaq şərqdə də təcavüzkarlığı artırmaqda olan Japonları məğlub edərək onları Monqolistandan çıxartdı. Bununla da şərq sərhədlərinin təhlükəsini təmin edən SSR əsas diqqətini qərbə yönəltdi. İndi Almaniyanın, SSR-nin daha doğrusu 20-ci əsrin 20 və 30-cu illər tarixi üçün oxşarca tək partiyalı sistem mövcud olmuşdu. Tək partiyalı sistem hansıydı? Ölkədə budur, Komünist partiyası idi. Yeni konstitusiya qəbul edilib, bəli. 1924-də də konstitusiyaları qəbul edilib, 1936-cı ildə də sənayələşdirmə və kollektivləşdirmə siyasəti həyata keçirilib. Bəli, sənayələşdirmə 1925-ci ildən başlayıb 30-cu illərin sonuna qədər davam etmişdi. Kollektivləşdirmə siyasəti də 1929-37-ci illəri əhatə edildi. Almaniya və SSR tarixi üçün oxşar cəhətlər tək partiyalı diktatura rejimi mövcud idi. Bəli, birində dedik Komünist partiyası, Almaniyada isə Nazi partiyası idi. 1939-cu ildə hər ikisi Polşanın bölüşdürülməsində iştirak etmişdi. Xarici siyasətdə hər ikisi işğalçılıq, təcavüzkarlıq siyasəti yeridirdilər. Hər ikisi ilə 1939-cu ildə Polşanın bölüşdürülməsində iştirak etmişdi. Hitler və Stalin arasında oxşar cəhətlər nədir? Ölkədə diktatura rejimi qurmuşdular, bəli, tək başına hakimiyyətə malik idilər. Bütün hakimiyyəti öz əllərində cəmləşdirmişdilər. Cəmiyyətin bütün sahələrində dövlət nəzarətini gücləndirmişdilər. Siyasi rəqiblərinə qarşı terror siyasətindən istifadə etmişdilər. İndi SSR tarixi və Rusiya tarixi ilə bağlı xronoloji ardıcılığa bir daha baxaq. Rusiyada 1917-ci ilin fevralında Burja inqilabı baş verdi. Nəticədə Romanovlar sülaləsinin hakimiyyəti başa çatdı. 1917-ci ildə Rusiyada general Kornilovun qiyamı baş vermişdi, lakin xalq kütlələrinin köməyi ilə Kornilovun qiyamı uğursuzluqla nəticələnmişdi. 1917-ci ilin sentyabrın 1-də Rusiya Respublika elan edilmişdi. 1917-ci ildə Rusiyada bolşeviklər dövlət çevrilişi edərək hakimiyyətə gəldilər. Rusiyada bolşeviklərin hakimiyyəti, Komünist Partiyasının hakimiyyəti 1991-ci ildə başa çatmışdı. 1918-1920-ci illərdə Rusiyada vətəndaş müharibəsi baş verdi. Vətəndaş müharibəsi dövründə bolşeviklər keçmiş Çar Rusiyasının tərəfdarı olan Denikinçiləri, Akvardiyaçıları məğlubiyyətə uğratdılar. 1918-ci ildə Rusiyanın SSR-in konstitusiyası qəbul edilmişdi. 1922-ci ildə Rusiya Ceneva konfransında iştirak etmişdi. Həmçinin burada Almaniya ilə Rapalloda müqavilə imzalanmışdı. 1922-ci ilin dekabrında 1-ci Sovetlər qurultayı keçirildi və nəticədə 1922-ci ilin dekabrın 30-da SSR yaradıldı. SSR-nin ilk konstitusiyası 1924-cü ildə qəbul edilib. 1925-ci ildə ölkədə yeni iqtisadi siyasətdən imtina edildi, sənayələşdirmə siyasəti elan edildi. 1929-cu ildə SSR-də kollektivləşdirmə siyasəti başlandı. 1932-ci ildə SSR-də pasportlaşdırma sisteminə keçirildi, lakin kolxozçulara pasport verilmədi. Böyük böhranı gətirdiyi çətinliklərdən istifadə edərək Avropa və ABŞ-la yaxınlaşdı. Nəticədə 1933-cü ildə ABŞ tərəfindən SSR-də müstəqilliyi tanıdı. 1934-cü ildə SSR Millətlər Cəmiyyətinə daxil oldu. 1936-cı ildə SSR-nin ikinci konstitusiyası qəbul edilmişdi. Bu konstitusiyanı qalib gəlmiş sosializm konstitusiyası adlandırırdılar. 1939-cu ilin avqustunda isə Almaniya ilə Molotov-Ribbentrop paktı imzaladı. SSR mövzusuna bağlı bu qədər.